İş yerindəki kofe maşınları ürəyin düşmənidir. Müxtəlif iş yerlərindəki istirahət otaqlarında yerləşdirilən 14 qəhvə aparatından nümunələr götürülüb və 5 fərqli qəhvə markasını istifadə ediblər. Nümunələr göstərib ki, gündəlik olaraq qəhvə içən insanlar xolesterin səviyyəsinin yüksəlməsi və ürək-damar xəstəlikləri riski ilə qarşılaşa bilər. Uppsala və Chalmers Texnologiya Universitetinin alimləri qeyd edirlər ki, əgər işçilər gündəlik qəhvə istehlakını azaldıb, filtrasiya olunmuş kofedən istifadə etsələr, o zaman ürək-damar xəstəlikləri riskindən qurtula bilərlər. Arıqlamaq üçün günə 1 tablet. Günə 1 ədəd qəbul edilən arıqlama tabletləri artıq sınaq mərhələsindən keçib. Dərman istehsal edən şirkətin yeni məlumatlarına görə gündə 1 dəfə qəbul edilən eksperimental həb 2-ci tip diabetli insanlarda çəki və qan şəkərinin səviyyəsini də azaldır. Dərman Orfoglipron adlanacaq. Həkimlə pasiyent savaşı sizcə hansı tərəf haqlıdır? Pasiyent analizlərini ChatGPT-yə yükləyən həkimin videosunu çəkib və bu video dünyada viral olub. Qısa zaman ərzində çarx milyonlarla insan tərəfindən görüntülənib. Pasiyentlər həkimi savadsız adlandırsalar da, həkimlər kolleqalarına haqq qazandırıb. Onlar bildirib ki, bu metodun istifadəsi klinik sənədlərin təhlili, vaxt sərfi və gözdən yayınan hissələrin olub-olmaması ilə bağlı olduqca əlverişli üsuldur. Siz nə düşünürsünüz? Həkimlər analizlərin cavabını təhlil etmək üçün ChatGPT-yə müraciət etməlidir. Telefona öskür və salam. Nə rentgen lazımdır, nə xəstəxana. Əvvəl ağciyər xəstəliklərindən, vərəmdən və başqa infeksiyalardan xəbərdar olmaq üçün xəstəxanaya gedib rentgen kimi bahalı və sağlamlığa az da olsa zərər verən cihazların müayinəsindən keçmək lazım idi. İndi sadəcə telefona öskürmək kifayət edir. Süni intellekt vərəmi həkimlərdən və cihazlardan daha dəqiq və tez bir zamanda aşkar edir. Üstəlik 90% doğru diaqnozla adi smartfon həyat xilas etmək üçün avadanlığa çevrilir. Səhifəmizi izləyin, videolarımızı bəyənin və şərh yazın. Ömrü uzadan hansı qidalardır? Geniş miqyaslı bir araşdırmanın nəticələri 101 ölkədən alınan məlumatları əhatə edir. Geniş miqyaslı araşdırmanın nəticələri 101 ölkədən alınan məlumatlar əsasında formalaşıb və pəhrizdəki zülal növü ilə ömür uzunluğu arasında nə maraqlı əlaqə var deyə sualın cavabı tapılıb. Tədqiqatçılar 1961-ci ildən 2018-ci ilə qədər müxtəlif ölkələrdə qida təchizatı, demoqrafik məlumatlar, pəhriz nümunələri və həyat tərzi ilə bağlı statistik məlumatlardan istifadə ediblər. Məlum olub ki, sakinlərin mütəmadi olaraq bitki mənşəli zulal tərkibli məhsullar istehlak etdiyi bölgələrdə orta ömür uzunluğu daha yüksəkdir. Belə ölkələrə, məsələn, Yaponiya, Hindistan, Pakistan, İndoneziya daxildir. İnsanların ənənəvi olaraq çoxlu paxlalılar, soya, qoz fındıq, göbələk və taxıl yediyi yerlərdə ömür uzun olur. Sağlam xülasə. Qismət.